slide. Aha, Figma Slide. Figma Slide nədir? Figma Slide yəni adından bilindiyi kimi slaytların, təqdimatların hazırlanması üçündür. Bir PowerPoint məntiqi var burada. Hər dəfə dediyim kimi Figma özü bazarda ən yaxşı dizayn aləti olmağa çalışır. Ona görə hər update-ində yeni dizayna aid nəsə funksiyonallıqlar gətirir. Əvvəl sadəcə Figma Design və Figcam var idi burada. Digər Figma Make, Slide, Site falan, heç bir Figma Baz falan heç biri yox idi. Və hər update-də bir dənə funksiyonallıq gətirdi. Figma Slide-da onlardan biridir. Figma Slide-a klikləyirik. Bizi bir dənə iş sahəsi qarşılayacaq. Ondan əvvəl bir dənə pop-up pəncərə qarşılayır bizi. Bu pəncərə açılsın. Burada templatelər görünəcək. Aha, baxın, bu formada templatelər var. Hansı ki, siz onlardan istifadə eləyərək öz təqdimatlarınızı, işinizi hazırlaya bilərsiniz. Özünüz üçün və ya hansısa bir mövzuda iş üçün hazırlaya bilərsiniz. Burada aşağıda kateqoriyalar var. Onlara uyğun, məsələn, Basic var burada, daha sadələr. Vibes var burada. Baxın, hər temaya uyğun slide, templatelər var. Məsələn, produktlar var burada. İstədiyiniz produktda, məsələn, bizim işlədə biləcəyimiz templatelərdəndir. Design and Research var. Bu da bizə lazım olan, istifadə eləyə biləcəyimiz templatelərdəndir. Burada siz öz diplom işində təqdimatlarınızı hazırlaya bilərsiniz. Brand Marketing var. Buradan belə deyim də, daha çox qrafiklər, qrafik dizaynerlər daha çox istifadə eləyir. Ümumi məntiq belə deyim də şey var idi, yadımdan. PowerPoint məntiqidir. Aha. Məsələn, buradan seçə bilərik biz Vibe. Seçirik, məsəl üçün, belə bir şey. Baxın, klikləyirik üzərinə, bütün səhifələr açılır və bizə bir belə deyim, preview kimi göstərir ki, baxın, hansı səhifələr var. Bunu istifadə eləməmişdən əvvəl görürsünüz və burada mock-uplar var, hansı ki, siz öz işlərinizi bunun daxilinə yerləşdirə bilərsiniz. Əgər sizə uyğunsa, buradan Use Template-i seçirik. Use Template-ə klikləyəndə bu template açılır. Aha. Template açılır və burada bir-bir bizə göstərir şeyləri, slaytları. İstədiyimiz kimi üzərində dəyişiklik eləyə bilirik. Bir növ Canva məntiqi ilə də işləyir. Klikləyib üzərində template'in hər şeyi dəyişə bilərik. Burada Start Draft with AI, yəni burada AI promptlar yazıb üzərində də dəyişikliklər eləyə bilərik. Kompüterim taxım tarixdir. Belə, davam edək. New Slide-a klikləyəndə, baxın, burada digər səhifələr də açılır. Yaxınlaşdıranda Hover effektindən plus işarəsi var. Klikləyib üzərində əlavə eləyə bilərik. İstədiyimiz rəngi, şəkli dəyişə bilərik. Bu formada grid formasında göstərə bilərik. Məsələn, New Slide-a klikləyib buradan bu slaydı əlavə edirik. Grid formasında düşür yan-yana. Bu hansı formada istəsəz, o formada görünür. İndi nə edirik? Bu indi bizim templatelərimizdir. Biz bu templatelərdən istifadə edib düzəldə bilərik. Başqa nə edə bilərik? Məsələn, bu templatelərdən istifadə eləmədən özümüz də belə deyim də dizaynlar hazırlaya bilərik. Baxın, aşağıda bizdə shape'lər var. Sonra buradan istədiyimiz live interactionlar var. Məsələn, prototiplar var. Bunları seçə bilirik. Sonra burada bu qrup işi üçün kommentariya var. Plus buradan biz pluginlərdən falan istifadə edə bilərik. Sonra biz burada dizayn hissəsinə keçə bilərik. Burada frame'lər, rectangle'lar, pen tool'lar, text tool'lar hamısı var. Buradan biz slide hissəsinə keçəndə slayda uyğun alətlər verir bizə. Plus burada plusa klikləyəndə baxın buradan bizə ikonlar falan verir. Library açılır elə bir ki bizim üçün. Və bu librarydən istifadə edib, əgər özünüzün də varsa, ikon setiniz var, hansısa bir, nə bilim, buton setiniz var və yaxud nə bilim,
UI kitimiz var. Onları əlavə edib burada istifadə edə bilərsiniz. İndi nə edir? Bunu bağlayaq. Gələk məsəl üçün təzədən açaq bunu. Figma slayda klikləyirik. Buradan heç bir template götürməyəcəyik. Ləğv eləyirik. Buradan bir dənə plusa klikləyəcəyik. New slide. Özü gəldi elə. Baxın burada bizim üçün başlıq hissə verib və alt başlıq verib. Biz bunu istədiyimiz kimi istifadə eləyə bilərik. Gəlin məsəl üçün burada New Slide-a klikləyək. Baxın bu formada bizə başlıqlarımızı əziyyət çəkmədən başlıqlarımızı və alt başlıqlarımızı və mövzularımızı, baxın burada şəkillərimiz var. Onları, temalarımızı bura yerləşdirmək üçün bizə kiçik bir kömək eləyir. İstəsək əgər bunlardan da istifadə edə bilərik. Yəni çox saydadır, dəhşət çox sayda bizə burada templatelər verilir. Əgər istəsəz bu template'i bu formada yox, daha doğrusu bu templateləri yox, bu formada ağ vərəqlərlə özümüz istifadə edə bilərik, hazırlaya bilərik. Məsələn, buradan klikləyirik şəkil hissəsinə, daxilindən şəkil seçirik. Buradan gəlirik, əgər istəyirsə shape'lərdən, oxlardan istifadə edirik dizaynımıza rəng vermək üçün, maraq qatmaq üçün. Buradan dizayn hissəsinə keçib pen tool-la nəsə çəkə bilərsiniz, pencil-la nəsə çəkə bilərsiniz. Yəni özünüzdən asılıdır. Məsələn, bu formada rəngi ağdır, bir də qara eləyək. Gəlirik buradan, məsələn, rəngini qara eləyirik. Bağlayaq. Baxın, bu formada yazırıq. Qalınlığını dəyişə bilirik. Seçək. Buradan qalınlığını seçirik, artırıb azaldırıq. Künclərini istəsək daha yuvarlaq, daha sərt eləyirik. Opacitysini artırıb azalda bilərik. Rəngini istədiyimiz rəngdə eləyə bilirik, istədiyimiz formada. Baxın, burada üzərində dəyişikliklər eləyə bilir. Məsələn, burada anchor pointlər deyirlər. Qrafik dizaynerlər bunu daha yaxşı bilir. Anchor pointlərdən istifadə edərək dəyişikliklər eləyə bilirik. Plus burada əlcək deyirlər, handle deyirlər. Bu handle'lardan istifadə edib, baxın, əyrilər falan qoya bilirik. Yəni, bunu qrafik dizaynerlər daha yaxşı bilir, Illustrator istifadə edənlər daha yaxşı bilir. Bu formada çox sadə proqramdır. Yəni, belə deyim də, saatlarla təqdimatın başında qalıb fikirləşməkdənsə, mən sizə məsləhət görərəm ki, burada New Slide-a klikləyib templatelərdən istifadə edə bilərsiniz. İstədiyiniz formada template var burada. Və bunun özü Figma Community-nin daxilindədir. Figma Community-dən istədiyiniz şeyi, slaydı götürüb bunun içine ata bilərsiniz. Yəni sonsuz sayda demək olar ki, Figma Community-də slaydlar var və onlardan istifadə edə bilərsiniz. Üzərində istədiyiniz dəyişikliyi edə bilərsiniz. Yəni belə. Çox asandır. Bu Canva kimidir də demək olar. Bir növ Canva və PowerPoint-in qarışığıdır. Yəni istədiyiniz kimi istifadə edə bilərsiniz bunu. Çox asandır. Belə deyim də, diplom işində təqdimatı hazırlayanda elə buradan hazırlasaq sizin üçün rahat olar. Templateləri götürürsünüz, sadəcə yazıları və mock-upları, şəkilləri əlavə edib buradan istifadə edə bilərsiniz. PowerPoint-lə də edə bilər. PowerPoint-lə də edə bilər. PowerPoint biraz